Hə, köynələr. Çoxdandır meylim çəkir bir dənə yaxşı bir dənə zakonlu bir dənə kabab bişirmək. Lüləsi, tikəsi, özdə tikə Babakinski tikəyi, yəni 8-9 kiloluq quzudan yox, 21-22 kiloluq qoyundan ləzzətli antrikot, ləzzətli lülə, ləzzətli bastırma. Necə baxırsınız bu məsələyə? Getdi. Hə, indi də keçirəm lülənin hazırlanmasına. Lülədə əsas birinci ətdir. Yəni əti seçirsiniz, yaxşı ət alın. Ən super lülə sözsüz ki, ancaq qoyun ətindən alınır. Yəni qoyunun budunu, yaxud qolun kürək tərəfi yox, yuxarı tərəfləri. Onlar çəkilir ət maşınından, biraz da quyruq qatılır ona. Hə, onda olur əla. Yəni ki, lülənin yağlılığı, belə deyək də, olmalıdır təqribi 70% ət, 30% yağ quyruq. Məndə bu dağa dana ətidir, biraz da qoyun əti qarışıq. Yağlılığı da məndə azdır. Çünki mənim yanıma gələn qonaqlar yağlı yemirlər. Onların bir ikisi xaricdən gəlir. Onlar yağlı yeməyin arası yoxdur. Bax, əsas, yəni ki, daha indi ətin çəkməyiniz adını göstərmirəm sizə. Bunu mən arazdan almışam, bax, bu əti. Yəni, arazda normal ətdir, olmağa dəyər. Əsas, bax, bu əti bir söz neyin? Alın, vırın, döyün, yumruqlayın, tepiyləyin. Yəni, bu zarifat edirəm. Bax, budur, götürürsünüz, bax, belə əti, belə topalayırsınız, bax, belə. Bunu götürürüz, rast çırpırsınız, başa düşdünüz. Bax, belə, rast çırpırsınız, bax, belə. Bunu çırpırsınız, özünüzü yorursunuz, o ki var ya, əziyyət çəkirsiniz. Ta o vaxta kimi görəcəksiniz ki, bu ət artıq plastilin kimi olur. Başa düşdünüz, əsas məsələ odur. Yəni, əgər siz istəyirsinizsə, sümbülünüz düşməsin, siz gərək ətlə əməlli başlayıb, mortal kombat eləyəsiniz. Lüləni şevranda götürün, bir oluşdur. Ətdən kesirsiniz, götürürsünüz, sonra belə. Oynadırsınız. Sonra keçirdirsiniz belə şişə. Gəldi çatdı, mən durub birini burada fırlatmışam. Sonra biraz yerim qalıb burada. Görürsünüz, belə bu formada yavaş otuşturursunuz. Sırazı çalışmayın ki, orada böyle bir tər ornament, ne bileyim, bəzək zadıları. Əsas çalışın ki, lüləni yayasız şişə. Hərdən bu belə qıraqdan baxın, görün ki, hansı tərəfi gömbuldur. Gördünüz ki, bir tərəfi biraz əlinidir, gömbuldur. O deməkdir ki, ehtimal var düşməyə. Ona görə davam edin. Davam edin ki, belə eyni səviyyədə olmalıdır. Elə bil ki, dalı ilə qabağı. Yəni ki, başa düşdünüz də, arxa hissəsi ilə qabağı. Ucunu da belə peçatlayırsınız. Elə bil ki, başa düşdünüz. Burada məndə hələ bir ki, 2 dənə lülə var. Biri biraz böyük alındı, biri biraz balaca. Amma onun fərqi yoxdur, özünüz üçün evə yiyirsiniz də. Restoranı eləmirsiniz ki, cəmaatın qabağında bir sofra eləmək üçün. Hələ deyil. Baxın, bax. Oturub da, qıraqdan baxın, görürsünüz. Yəni ki, eyni səviyyədədir iki tərəfi. Görürsünüzsə, düzdə gör. Biraz da düzəldin, yəni tənbəllik eləməyin. Bax, mənə kimi. Bax, belə. Lülə üçün çox iti köz lazımdır. Çox iti. Bax, yavaş-yavaş itiləşir. İndi birazdan qoyacağım lülələri. Lülələrimizi göndəririk manqala. Bax, bu cür ləzzətli lülələrimiz var. Bax, lülələrimiz bəh pişir. Baxın, gör necə pişirlər. Özdə sizə deyim, lüləni heç qurutmağa ehtiyac yoxdur ya. Biraz pişdi, götürün. Hə, bax, lüləmiz də hazır. Bir dəqiqə gelir, bax, masanın üstünə. Да. Поэтому пьешь как керосином. Горьковатый, да. Это будет на самом деле набрать вместо, например, пшеницы ложкой. Kabab axşamının ikinci hissəsi antrikot yablıçka. Baxın, necədir sizin üçün? Antrikot yablıçka. Mən sizə bir dənə söz deyim. Bu 21 kiloluq heyvanın
qabırğasıdır. İndi baxarsınız, görərsiniz necə bişəcək. Antrikotlarımız bax artıq hazırdır. Antrikotları valla bəziləri deyir tez-tez çevirin. Mən lap tez-tez çevirmirəm. Çünki o tez-tez çevirənlər o elə bir adamlar çevirir ki, hansın ki ümumiyyətlə bişirməkdən başı çıxmır. Mən biraz yəni qoyuram pişsin, bax sonra çevirirəm. Pişmiş vəziyyətdə bax belə antrikotlar aldım. Lap yaxşı. Biraz dediyim üstə pişib. Yəni ki o ala pişmiş var ne bilim. Biz o vaxt hələ pişirmirdik köhnə zamanlarda. Yəni o vaxt ət bizdə mənim yadımdadır ki, gərək pişəydi. Mən də bax hələ pişirirəm. Baxın bax. Bu cür də masaya təqdimat. Yəni restoran dilində desək padaçası. Necə düşsünüz? Hə? Köhnələr. Bu da sonuncu ştrix. Bu nədir? Bu buzunun, daha doğrusu qoyunun, bu qabırğalarının aşağı hissələri. Biraz da nə bir semiçka deyirsiniz, döşün altında qalan o xinçeyli sümükdən. Biraz quyruqdur, bastırmalı, nə bilim. Soğan, istiyor, sərmisaq, mən belə xoşlayıram. Yəni ki, bunu hər adam üçün deyir. Kim bəyənir eləyə bilər. Biraz da bu buzunun budundan kestiğim ətlərdir. Saxlamışam bunu. Biraz kekik otu, soğan, istiyor, duz. Bax, belə bir bastırma eləmişəm də, yəni. Kuzu bastırması bir ayağımla deyirlər. Qoyun bastırması. Çünki bu kuzu deyir. Yəni, məndə iri qoyundur. Qoz kimi də pişir, ha, üstə deyim. 11 kiloluq kuzulara fora verər. Bu da bizim sonuncu ştriximiz. Quyruq, cembriski akord. Saz düdün, az düdün, saz düdün. Var ol qədir. Burada da röbrışka var. Bu da bizim bax, həmən bax o qabırğanın aşağı hissində. Də baxın görün necə pişirlər. Baxın. Buradakı quyruq, buradakı bastırma. Baxın. Bu da bizim sonuncu akord. Quyruğumuz, daha doğrusu bizim quyruğumuz yox, qoyunun quyruğu. Bu lezzetli bir dənə kuzu bastırması, ət otu ilə, kəkli otu ilə. Bu da ki bizim yox, buzumuzun qabırğaları, aşağı hissəsi. Kuzu da elə bizdəndir. Bəh. Kuzu da elə bizimkilərdəndir. Hələ bizimkilərdəndir. Bu da ki bu. Bəh. Bu da ki artıq pişmiş vəziyyətdə. Bəh. Baxın, görün necə pişirlər. Baxın. Lezzetli, birə-bir. Adama gəl deyirlər. Bax, belə. Bax, belə. Köhnələr. Əməlli başlı tər bastı məni. Hava da sərindir, lezzetli, necə deyərlər, pagoda, şepçit. İndi də gediyor oturaq, nuş eləyək, feyziyab olaq. Qəlbdən qəlbə, meşdağa bağlarından bu qədər.